Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salatu ve selamu ala abdillahi Muhammedin ve ala alihi ve sahbihi ve selleme teslimen kethira ve ba'd. Həmd Allah'a həmd olsun ki, Allah Teala bizə öz evində cəm olmağı nəsib edir. Və elə düşünürəm ki, bu Allah Teala'nın verdiyi ən böyük nimətlərdəndir. Və həqiqətən də dünya və onun içindəkilər insanı yorur. Lakin Allah və onun zikri, Allah və onun xatırlanması və ona bağlı və ona aid olan şeylər insana rahatçılıq gətirir. Və həqiqətən də Allahın evləri sükunətlə doludur. Orada sükunət var. Allah Teala öz sükunətini, öz rəhmətini o yerlərə nazil edib və insan ora mücərrəd daxil olmaqla onu hiss edir, onu duyur və dünyaya daxil olmaqla onun nə qədər ağır və çətin, nə qədər yorucu və nə qədər fəsadlarla dolu olduğunu hiss edir. Və kim Allah tərəfindən müvəffəq olubsa, Allahın evinə gəlmək, oturmaq, dinləmək, namaz qılmaq, bu onun üçün böyük bir xeyrin hasil olmasının işarəsidir. Və kim uzaqlaşıbsa Allah Teala'nın evindən, bu onun üçün şər üçün bir qapıdır. Və ona görə, bu neymətə görə, bu gözəl neymətə görə Allah Teala'ya həmd olsun. Və şək yox ki, alimlərin gətirdiyi bəzi faydaları istəyərdim bugün sizlə bölüşəm. Ümumiyyətlə insan barədə, insanın bağışlanmağa ehtiyacı olması barədə, Allahın rəhməti, məğfirəti barədə, ümumiyyətlə özümüz barədə və Allahın bizə olan rəhməti barədə və bu barədə alimlərin sözlərini. Alimlər buyurur ki, insanda əsl odur ki, insan özü öz əməlləri ilə nicat tapa bilməyəcək. İnsanlar öz əməlləri ilə nicat tapmayacaqlar, hətta Allah Teala onları bağışlamayınca, hətta Allah Teala onları məğfirətlə qarşılamadıqca, necə Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur ki, sizlərdən heç biri cənnətə əməli ilə girməyəcək. Dedilər ki, ey Allahın Rasulü, hətta sən də, dedi, hətta mən də. Dedilər, bəs necə olacaq, necə daxil olacaqsan cənnətə? Dedi, Allah rəhməti ilə qarşılasa. Hədis göstərir ki, insan əməli ilə qürurlanmamalıdır. Əməli hansı məbləğə, hansı dərəcəyə çatırsa çatsın. Və insan günahlarına görə də Allahın rəhmətindən əlini üzməməlidir. Günahları hansı mərtəbəyə çatırsa çatsın. Allah Teala istəsə bağışlayacaq. Və istəsə əzab verəcək. Ona görə böyük günahlar, onun bağışlanma səbəbi ikidir. Alimlər buyurur ki, ya qulun tövbəsi, ya Allahın bağışlamağı. Ya qul tövbə edəcək, Allah onu bağışlayacaq, ya da tövbə etməyəcək, Allah istəsə bağışlayacaq onu. İnna Allah la yaghfiru an yushraka bih və yaghfiru ma dun zalika limen yasha. Allah ona şərik qoşanı bağışlamayacaq, ondan aşağı istədiyi günaha bağışlayacaq. Ona görə bizim ehtiyacımız böyükdür Allah Teala'nın məğfirətinə və bağışlamasına. Bəzi sələflər deyərdilər ki, axirət ya Allahın insanı oddan əff edib qurtarması, dünya isə ya Allahın onu qoruyub saxladığı, ya da təhlükəyə atdığı bir yerdir. Yəni insan ya təhlükədədir, ya Allahın qorunması altındadır. Axirətdə isə ya oddan nicat tapmışdır, ya artıq nicat tapmamışdır. Ona görə Muhammed ibn Vasiyə öz dostlarına onlardan ayrılanda, onlardan uzaqlaşanda deyərdi ki, salam olsun sizə, Allahın odundan, Allahın məğfirətinə gedək. Yəni Allah Teala bizi bağışlasın. Və ehtiyac duyublar
alimlər Allah Taala'nın bağışlanmasını cəlb eləmək üçün və neçə-neçə alimlər, neçə-neçə insanlar bu barədə kəlmələr, sözlər, neçə-neçə alimlər bu barədə sözlər deyiblər, hansı ki biz o sözlərin bəzilərinə Allahın izni ilə toxunacağıq. Etməz. Hərdən bunda belə şeylər olur. Peyğəmbər sallallahu aleyhi və səlləm necə hədisdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah Teala cənnətə deyib, sən mənə rəhmətimsən. Səninlə qullarımdan istədiyimə rəhm edəcəm. Allah Teala cənnətə xitab edib, deyib, sən mənim rəhmətimsən. Mən səninlə öz qullarıma rəhmət edəcəm. Və yəqin ki, odu da əzab üçündür. Və yəqin ki, yox, dəqiq, Allah Teala odu da əzab üçün yaradıb. İnsanları, onlar ki, tüğyan ediblər, onlar ki, asidirlər, Allah Teala onları öz əzabına düçar edəcək. Ona görə nə ki əzaba aparır, o şeylərdən qaçmaq lazımdır, bacardığımız qədər. Əgər düşər isə də tövbə edib istiğfar eləmək və Allahdan bağışlanma diləmək lazımdır. İsrar və davamiyyət insanı həlak edər. Allah Teala qul üçün saadət istəyərsə, onun xoşbəxtçiliyini yaxşı əməllərini artırmaqla artırar. Ona görə yaxşı əməl eləmək xoşbəxtçilikdir. Yaxşı əməl eləmək nədir? Nəyə ki Allah sevir, nə ki Allah ondan razıdır, nə ki dinimizdə əmr olunub. Pis əməl nədir? Nəyə ki Allah qadağan eləyib və nəyə ki Rasulü qadağan eləyib və bizim şəriətimizdə icazəli deyil. Allah Teala əgər qulu üçün xeyir istəyərsə, ona yaxşı əməlləri etməyə müvəffəq eləyər. Hətta elə bir həddə çatdırar ki, onun pislikləri o yaxşılıqlar içərisində itər. Hətta cənnətə girər. Və bu Allah Teala'nın ona verdiyi bir fəzilətdir, lütfdür. Elə zənn eləməsin ki, əməlləri ilə daxil olacaq. Allah Teala rəhməti ilə, müvəffəqiyyəti ilə. Əgər Allah Teala bir insana bədbəxtçilik istəsə, onu pis əməllərə yönəldər. Pis əməllər eləyər. O qədər pis əməllər eləyər ki, yaxşılıqları belə o əməllər içərisində itər. Yaxşılığı olsa belə görsənməz, hətta cəhənnəmə girər, hətta o da daxil olar. Və zülm etdiyinə görə, zalim olduğuna görə, küfr etdiyinə görə, günahkar olduğuna görə bütün yaxşılıqları hamısı əlindən alınır və müflis şəkildə, yəni heç nəyə olmayan şəkildə oda olunması üçün, oda daxil olması üçün əmr olunur. Və alimlər buyurur ki, bu Allahın ədalətidir. Zülm eləməyəcək, böhtan atmayacaq, deməyəcək, sən bunu eləmişsən, halbuki sən onu eləməmişdin, həll olmayacaq. Elədiklərini qoyacaq. Və ədaləti əzab deməkdir, Allahın ədaləti əzabdır. Allahın rəhməti qurtuluşdur. Allahda zülm yoxdur. Allah Teala ədaləti ilə davransa, o qulu oda salacaq. Allah Teala rəhməti ilə davransa, o qulu cənnətə salacaq. Ona görə sələflər deyərdilər ki, birinin birinə deməsi ki, Allah sənlə ədalətli davransın, bu bəddua idi. Məsələn, sələflər deyərdilər ki, əgər kimsə kiməsə desə ki, Əmələkəllahu bi'adlih, Allah sənlə öz ədaləti ilə müamilə etsin, yəni Allah sənə əzab versin. Amma kimsə desə ki, Əfəllahu ank, Allah səni əff etsin, Qafarallahu lək, Allah səni bağışlasın, yəni onun üçün xeyir dua etməkdir. Çünki insan Allahın ədaləti qarşısında acizdir. Yəni Allah hər bir zərrəni hesab etsə bizdən, hesaba çəksə bizə, vallahi biz məhv olaraq. Lakin lütf eləsə, ədalət etsə, nicat taparıq. Ona görə elə zənn eləməyək, bizim əməllərimiz bizi qutaracaq.
Bəli, biz əməl edirik, elhamdülillah. Bacardığımız qədər sədəqə verənimiz sədəqə verir. Nafilə ibadətlər edənlər nafilə ibadətlər edir. Həc edənlər həc edir. Ömrə edənlər ömrə edir. Dua edənlər dua edir. Amma bu o demək deyil. Bu o demək deyil ki, o əməllər cənnətin dəyəridir. Dəyəri deyil. Sadəcə olaraq cənnət üçün səbəbdir. Səbəbdir. Cənnətin dəyəri deyil. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, heç biriniz cənnətə əməlinizlə daxil olmayacaqsınız. Ayədə isə deyilir ki, cənnətə əməllərinizlə daxil olun. Ziddiyyət təşkil edir, zahirən. Amma ziddiyyət yoxdur. Heç kim əməli ilə cənnətə daxil olmayacaq, o deməkdir ki, əməllərin heç biri cənnətin dəyərində deyil. Cənnətə əməllərinizlə daxil olun, yəni əməllər səbəbdir cənnətə daxil olmaq üçün. Yəni siz yaxşı əməllər etdiniz, Rəbbimiz də sizdən onu qəbul etdi və sizi cənnətinə saldı. Amma cənnət və sənin əməllərin yox. Ona görə Yahya ibn Muad rahimehullah deyir ki, və bu kəlmə həqiqətən də əzəmətli bir kəlmədir. Yahya ibn Muad rahimehullah deyir ki, "İzə basata fadlahu lam yabqa li ahadin sayyi'ah." Əgər Allah öz rəhmətini sərsə, öz rəhmətini göndərsə və öz rəhməti ilə bürüsə, heç bir kəsdə günah qalmayacaq. Və sonra bu cüva "İzə cəə adluhu", əgər ədaləti gəlsə, "Ləm yəbqa li əhədin həsənə", heç kimdə yaxşı şey qalmayacaq. Hər kəs özünü tanıyır. Yəni, bəzən suallar varid olur. Deyirlər, Abu Bakir, Ömər, Osman və Ali radiyallahu anhum və başqa sahabilər, onlar niyə deyirlər, kaş ki mən bir yarpaq olardım, kaş ki mən bir müminin cəmbində, böyründə bitən bir tük olardım, necə Abu Bakır deyərdi, və kaş ki bir heyvan olardım, kaş ki bir quş olardım, yarpaq olardım və s. və ilə axır. Onlar niyə belə deyiblər? Yəni bunlar cənnətlə müjdələnib, çünki özlərini tanıyırdılar və Rəblərini tanıyırdılar. Ona görə İbn Məsud radiyallahu anh deyir ki, əgər ixtiyar verilsəydi mənə seçim, yox olmaq və Allahın qabağına durub hesab vermək, yox olmağı seçərdim. O İbn Məsud radiyallahu anh, o İbn Məsuddur radiyallahu anh, Peyğəmbər s.ə.v sahabəsi radiyallahu anh, Məkkədə iman gətirib mühacir olan Abdullah ibn Məsud radiyallahu anh, Peyğəmbər s.ə.v döyüşən, Quranı gözəl bilən, lakin bir seçim verilsəydi mən yox olmağı seçərdim. İstəməzdim, yəni haqq hesaba durmaq. Çünki qarşısındakini tanıyırdı Rəbbini. Ona görə səndən təəccüb doğa bilər bəzi salihlərin sözləri ki, mən istəyərdim belə olam, amma Allahla görüşməyəm. Sən deyə bilərsən ki, subhanallah, adam cənnətlə müjdələnib, lakin dediyi sözə bax. Bəli, o cənnətlə müjdələnib, amma özünü tanıyır. Allah təala onda hansısa bir əməli sevib, onu müjdələyib. Aydın da, amma o özünü tanıyır axı. Və o hesab verəcəyini də tanıyır Allah təalanı. Ona görə bilir, ehtiyat edir. Və sonra alimlər buyurur ki, insan üçün bağışlanma yoxdur, rəhmət yoxdur, əff yoxdur və günahlardan keçilmək yoxdur. Hətta onun üçün ədalət olmasa, ədalət olsa yox, məğfirət yoxdur. Ədalət olsa əzab var. Və buyurur ki, rahiməllah, "Mətə uqiməl adlul mahd aləl abdi hələk." Nə vaxt ki, Allahın ədaləti qoyulacaq, qul həlak olacaq. Ona görə bayaq qeyd etdiyimiz kimi, salihlər deyərlər ki, bədduadandır ki, Allah səndən ədaləti ilə davransın. Bu bədduadır. Çünki Allahın ədaləti əzabdır. Rəhməti isə nəcatdır. Ona görə Allah təala buyurur ki, "Thumma la tus'alunna yawma idin 'anil na'im." Sonra isə siz o gün nemətlər barədə soruşulacaqsınız. Və sələflər, alimlər təfsirdə deyir ki, yəni insanlar nemətlər barədə soruşulacaqlar.
Yəni, şükür etdinmi? Küfür etdinmi? Afiyet içində şükür etdinmi? Allah Taala'nın sənin üçün örtməyinə şükür etdinmi? Cəsədin sağlamdır, şükür etdinmi? Hisslərin yerindədir, hiss edə bilirsən, şükür etdinmi? Biz yeyirik, dadırıq, əlimizi vururuq, soyuğu, istini hiss edir. Elə insanlar var ki, nə yediyinin dadı var, nə içdiyinin dadı var. Onlar nə qədər təmənni edirlər ki, Allah Taala onlar üçün o nemətləri, o hissləri qaytarsın. Lakin onlar üçün o nemətlər yoxdur. Ona görə alimlər gətirirlər ki, yəni bu ayə ki, thumma, sonra لَتُسْأَلُنَّ soruşulacaqsınız yevmə idin o gün anin nəim, nemətlər barəsində. Və alimlər buyurur ki, heç kəs nemətlərin şükrün verə bilməz. Heç kəs nemətlərin şükrün verə bilməz. Və bütün nemətlər şükrün müqabilində hesablansa, insan şükrü verməyib. Lakin bacardığı qədər şükür etsin. Ona görə bəzi İsrailiyyət rivayətlərində varid olub ki, Allah Teala Davud Aleyhisselama deyir ki, sənə bu qədər nemətlər verdim. O deyir ki, Rəbbim, mən şükrünü verə bilmədim. Deyir, şükrünü verə bilməməyini anlamağın şükürdür. Yəni, sən şükrü verə bilməməyi, şükrü Allaha qaytara bilməməyi, başa düşməyin, hətta onun sənə verdiklərinin qarşısında şükrdə belə aciz qalmağın özü bir şükürdür. Necə bəzi insanlar deyir ki, mən şükür edirəm, məndən çox şükür edən yoxdur. Və xata sözdür, min şükür. Min şükür. Min şükür yox. Niyə hədd qoyursan? Şükür çox. Bəzə deyir, min şükür. Yox, min şükür yox. Elhamdülillah. Saysız adədə xalqihi. Həmd olsun Allaha yaratdıqlarının sayı qədər. Və rida nəfsihi və nəfsinin razı qaldı. Və midədə kəlimətihi. Kəlmələrinin sayı qədər, kəlmələri qədər. Sonra əgər əməl nə qədər əzəmətli olsa da, o qul üçün uğur verməz. Əməl nə qədər əzəmətli olsa da, o insan üçün əzəmətlik, o insan üçün böyüklük verməz. Hətta Allah onu qəbul edib və o qulu bağışlamadıqca. Allah da onu bağışlamalıdır və onu ondan qurtarmalıdır. O zaman müflislik olacaq. Əgər əməli qəbul etməsə və əgər insan əməlində çoxluğa baxsa, məsələn, mən çox eləyirəm, mən çox eləyirəm, mən çox eləyirəm və unutsa ki, qəbul olmasa müflisdir. Əgər əməllər qəbul olmasa, insan müflisdir. Heç nə yaramır. Əgər Allah rəhm etməsə, insan müflisdir. Ona görə biz hədislər, ayələr, ümumiyyətlə, Quran və sünnəyə baxanda Allah Taala'nın əcaib bir rəhmətini görürük. Allah rəhməti çox əcaibdir. Əcaib, yəni çox təəccüblüdür. İbn Məsud radiyallahu anh deyir ki, Allah Taala elə insanlara bağışlayacaq ki, çoxumuz təəccüblənəcəyik ki, Allah bunu bağışladı. Bəlkə də biz deyirdik ki, Allah onu bağışlamaz. Ona görə fikir versəz, həddi aşmış qadın itə su verir, Allah onu bağışlayır. Həddi aşan qadın, yəni pis yolda olan qadın. İtə su verir, Allah onu bağışlayır. Allah bilir. Allah bilir kim harada bağışlanacaq və kim harada əzab görəcək. Ona görə yəni Allahın bağışlanmağını tələb etməkdən usanma. Allahım məğfirli. Astağfirullah, astağfirullah. Ona görə sələf deyərdi və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən vəcədə fi sahifətihi istiğfaran kəthira tubə ləh və tubə limən vəcədə fi sahifətihi istiğfaran kəthira. Müjdə olsun o qula və cənnət olsun o qula və öz səhifəsində çoxlu istiğfar görəcək. Estağfirullah gəlməsin. Əgər insan öz təqsirlərinə və öz
yəni natamamlığına fikir versə, nə qədər yəni təqsirkar və nə qədər günahkar olduğunu başa düşər. Nə qədər əməlləri gözündə ucalsa, mən belə eləyirəm, mən belə eləyirəm. Əlbəttə ki, o öz yaxşılıqlarının qarşısında qürurlanacaq və ona yaxşılıqdan heç nə qalmayacaq. Necə sələf deyərdi ki, yaxşılıqlarını unut, pislikləri isə daim xatırla. İndi əksinədir. Və kimin ki əməli gözəl olsa və kimin ki əməli çox olsa, ona vacibdir şükür çoxalsın. Ona görə ki, o əməl eləyə bilir. Yəni, Allah Teala sənə məsələn bir neymət verib, o neymətlə hansısa bir əməl edirsən. O əməli edə bilməyivə görə Allah şükürlə. O əməli etmək üçün sənə vasitə olan neyməti demirəm, hələ. Allah sənə onu eləməyə bilmir. Çünki onda da var, eləyə bilmir. O birisində də var, eləyə bilmir. Bu birisində də var, eləyə bilmir. Səni müvəffəq etdiyinə görə. Ona görə bu ən böyük neymətdir qula, şükür eləməyi bacarması və öz təqsirlərini görməsi. Və necə qeyd etdik ki, əməl özü-özlüyündə insanı cənnətə salmaz. Əməl özü-özlüyündə insanı cənnətə salmaz. Mütləq və mütləq Allah Teala'nın razılığı lazımdır orada. Allah Teala'nın qəbulu lazımdır. Allah Teala'nın rəhməti lazımdır. Kimə rəhm etmişsə, artıq onu bağışlamışdır. Kimə rəhm etməmişdirsə, artıq onu bağışlamamışdır. Və rəhm etməyinə, rəhm etməməyini insan qiyamət gün görəcək. Soruşanda ondan. Ey qulum belə etmişdin, ey qulum belə etmişdin, ey qulum belə etmişdin desə, Allah onu bağışlayacaq. Əgər Allah Teala quluna ərz eləsə, Allah onu bağışlayacaq. Yox, Allah Teala quluna niyə eləmişdin soruşsa, artıq əzab vermək istəyir. Ona görə فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا ayəsi وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِ kimin ki kitabı sağ tərəfindən veriləcək, o yüngül hesab olunacaq. Ayəsin Ayşə radiyallahu anh soruşdu ki, ya Rasulullah, yüngül hesab nə deməkdir? Dedi, yüngül hesab ərz olunmaqdır. Ərz olunmaq nədir? Yəni, Allah təala ərz elədi ki, ey qulum, sən bulan şeylərə, filan şeylər eləmirsən. Mən də bunları bilirəm. Lakin səndən bəzi şeyləri sevdim, səndən bəzi şeyləri bəyəndim, səndən bəzi şeyləri qəbul etdim. Onlara görə bunları da bağışlayıram, amma ərz eləyir. Deyir ki, sənə ədalətimlə davransam, gərək hesab olsun. Daxil ol cənnətə. Amma Allah Teala başlasa ki, ey qulum, bunu niyə eləmirsən? Cavab yoxdur. Nə cavab verəcək, nə deyə bilərik biz? Heç nə, biz acizik. Heç nə deyə bilmərik biz. Yalnız Allahın rəhməti, yalnız Allahın məğfirəti lazımdır bizə. Əgər münaqişə və deyir ki, mən nuqişə hesabuhu üzzib. Kimin hesabı münaqişə olsa, əzab veriləcək. Ona görə siz fikir versəz, məsələn, bir insan, məsəl üçün, müdürdür. 10 dənə işçisi var. Məsələn, illik bir hesab oldu. Gördü ki, məsələn, orada 10 manat, 15 manat və ya 100 manat, 50 manat yoxdur. Ortada itib. Çağırır, məsəl üçün də işçiləri və ərz edir ki, onlara, burada filan qədər miqdar yoxdur. Amma düz işlədiyimizə görə, yaxşı işlədiyimizə görə, əslində hesaba çəksək, kimdəsə o çıxacaq. Yəni, o məsələni qaldırsa, tam. Çıxacaq o kim edib onun, harada itib o. Və təbii ki, o da müəyyən əzab haqq edəcək. Lakin ərz edir, deyir, bilirəm. Yəqin ona da çatlamaq istəyir ki, yəni bilirəm. Lakin böyük bir zərər olmayıb, böyük bir iflasa aparan bir şey olmayıb, yəni ərz edir və hamı deyir ki, inşallah yeni ili burada yeni iş ilini başlayırıq. Allah müvəffəq eləsin, bu dəftərlər, bu kitablar qaldı axirdə. Aç yeni səhifə. Amma birdən desə ki, hanı məsəlsin o 200 manat? Çıxardın onu tapın. Artıq o kimsə işdən çıxartmaq istəyir. Kiməsə artıq qəzəblənib. Onun üçün o 200 manat heç nədir? O miqdar söhbəti deyil. Yəni Allah Teala'nın
əzab vermək istəyi yoxdur quluna, lakin artıq qəzəblənib. Və ona görə bu məsələ mühümdür. Ona görə bəzi ariflərdən soruşdular ki, Eyyül əməl afdal, hansı əməl daha fəzilətlidir? Dedi ki, rü'yətü fadlillah, Allahın sənin üzərində olan lütfünü hiss edib görməyi. Görməyin ki, Allah sənə lütf edir. Məsələn, biz deyə bilərik ki, ən böyük neymət, təbii ki, burada söhbət İslam neymətindən sonra gedir. Və çoxdur alimlərin sözləri, İslam neymətindən sonra ən böyük neymət hansıdır? Şafi Rahimallah deyir ki, Allahın İslam neymətindən sonra insana verdiyi ən böyük neymət düzgün fəhm eləməkdir. Düzgün başa düşməkdir. Ən böyük neymət odur. Lakin bəzi alimlərdən bu xüsusda, bu mövzuda varid olan sözlərdən soruşublar ki, oradan ən gözəl neymət hansıdır? Deyib ki, başa düşmək ki, Allah Taala'nın sənin üzərində fəziləti var. Və vacib olan odur ki, insana bu məsələlərə fikir versin və diqqət etsin. Hətta Allah Teala ondan razı qalsın. Həsən Əl-Basri Rahiməllah deyir ki, İzə nazara iləykə şeytan sənə tərəf baxanda fərəəkə müdəvimən alə taatillahi əzzə və cəllə fəbəğəkə və bəğək. Allah Teala'nın itaəti üzərində səni görəndə istəyir səni, istəyir səni anlatsın. وَرَآكَ مُدَوْمًا مَلَّكَ وَرَفَضَكَ. Görsə ki, sən davamiyyətlisən artıq itaət üzərində, yorular səndən. Yəni, səni anlatmaqdan yorular, bezər və səndən üz döndərər. وَإِذَا رَآكَ مَرَّةً كَذَا وَمَرَّةً كَذَا تَمَعَ فِيكَ. Əgər görsə ki, hərdən beləsən, hərdən beləsən, hərdən beləsən, hərdən beləsən, istəyər səni, anlatmaq istəyər. Allaha ən sevimli əməl müvəffəq olunmuş halda olunan əməldir. Müvəffəq olunmuş halda olunan əməl nədir? Eləyə bilmək onu həmişə. Davam eləmək onu. Məsələn, adam var, Quran oxuyur, həvəsə düşür, sonra atır. Oxumur, neçə vaxtı Quran oxumur. Adam var, məsələn, bir şey eləyir, sonra atır. Bu, o deməkdir ki, müvəffəqiyyət yoxdur onda. Müvəffəq deyil. Adam var, məsələn, gündə bir səhifə Quranını oxuyur. Yatmamışdan qabaq, yatandan qabaq, bir səhifə, iki səhifə, üç səhifə. İndi insan bazarda qədərdir. Və ya məsələn, bir əməl eləyirdi, tərk elədi, atdı, eləmir. Şək yox ki, hər bir kəsin müvəffəq olduğu əməl var. İndi biz deyəmərik, burada hamı hər bir əməl eləyə bilər, yox. Allah hər kəsə bir əməli sevdirib. Kiməsə gecə namazını, kiməsə gündüz orucunu, kiməsə elm oxumağı, kiməsə Allah yolunda çalışmağı, kiməsə Allah yolunda xərcləməyi, kiməsə Allah yolunda nəsə bir şey eləməyi, kiməsə gəlib məsciddə nəsə eləməyi, kiməsə hər Allah bir şeyin müvəffəq edib. Lakin davamiyyətlilik odur əsl neymət. Bir dəfə, iki dəfə hamı eləyə bilər. Hərdən məsələn görürsünüz bir iş, məsələn götürün, məsələn nə bilim, misal çox çəkmək olar. Məsələn, tutaq ki, məsələn bir şey öyrənmək, görürsən məsələn birinci tələbə çox gəlir. Sonra görürsən belə, artıq görürsən kimlər qalır, kimlər ki həqiqətən onu istəyənlər gəlirlər və gedirlər, oxuyurlar və öyrənirlər. O birisi hələ öz işinə getdi. Ona görə müvəffəqə olmaq mühümdür və sünnəyə uyğun olan alimlər deyir ki, bu da Allahın sevdiyi əməldir və asan olan əməl. Asan olan əməl nədir? Çox asanlıqla, hamı onun çətinliyini eləyir, sən onu çox asan eləyirsən. Deyirlər, necə eləyir bunu? Bu nətərə bunu eləyir? Nətərə bunu çatdırır? Bu nətərə bunu eləyə bilir? O bilməyi lazımdır ki, Allah onu müvəffəq eləyir. Allah o insanı müvəffəq eləyir. Yoxsa onun özünə qalsa mümkün deyil. Bilirsiniz, gün 24 saatdır, 25 saat deyil. Yəni, sən çox əməl edə bilərsən, amma 24 saat qutaracaq. Yəni, qutardısa keçdi, o birisi saat artıq, o birisi günün. O birisi gün əməlindən sayılır, bu günün yox. Amma Allah elə müvəffəqiyyət verib ki, biz bəzən məsələn oxuyursunuz və oxuyuruq, görürsünüz və görürük, eşitirsiniz və eşitirik. Filan alim
bunu elədi, bunu elədi, bunu elədi. Və ya filan sahabi, adam belə məsələn baxır, biraz qəribə gəlir bizə. Bu nətər elədi, bu necə elədi bunu? Allah müvəffəq eləmişdi onu. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem sübh namazında səhər-səhər soruşanda ki, kim sədəqə verib? Əbu Bakır dedi, mən. Dedi, kim orucdur? Əbu Bakır dedi, mən. Dedi, kim xəstə ziyarət edib? Əbu Bakır dedi, mən. Kim cənazədə olub? Əbu Bakır dedi, mən. Hələ sübh namazından sonra da qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem sübh qılıb, salam verib və zikr edib və cəmaata xitab edir. Hələ sübh adam artıq, yəni adam artıq hazırdır. Və dedi ki, kimdə bu 4 xislət olarsa cənnətdə istədiyi qapıdan girər. Ey Əbu Bakır, istəyərdim ki, sən onlardan olasan. Ona görə alimlər deyir ki, Əbu Bakır o kəslərdəndir ki, Allah Teala deyəcək ona ki, hansından istəyirsən gir. Təbii ki, o birindən girəcək, 8-dən deyil Əbu Bakır, birindən girəcək. Amma yenə də ona icazə veriləcək ki, düşsün hərdən aşağı, qalxsın hərdən yuxarı. Bütün qapılar onun üçün açıqdır. Və necə gələcək Əbu Bakır haqqında, Əbu Bakır necə elədi onu? Nə ilə Əbu Bakır, nə ilə onu qazandı? Yəni Allahın itaəti üzərində getmək, çalışmaq, qalmaq, bu müvəffəqiyyətdir. Daim məscidə gəlmək, daim dərsdə olmaq, daim dərs demək. Bunlar hamısı müvəffəqiyyətdir. Bizim özümüzdən olsa biz həlakıq. Lakin Allah Teala müvəffəq edir. Allah Teala getirir, Allah Teala kömək olur. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmdən varid olmuş xəbərdə bizə gəlib çatıb ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim onun yolunu tutarsa, o, yəni Allahın yolunu tutan adam başqasına nisbətdə Allaha daha yaxındır. Çünki o daha çox gəlir, daha çox çalışır, daha çox. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm 2 qardaş olur ki, onlar hidayət olurlar, sonra biri ölür. O birisi isə ondan sonra yaşayır və yuxuda görürlər ki, cənnətdə biri daha qabaqdadır. Hansı ki, ondan sonra dünyasını dəyişir. Gəlir, soruşurlar ki, ya Rasulullah, o döyüşdə şəhid oldu, cihadda. Nətər oldu bu, bunu keçdi? 1 il yaşadı. Deyir, məyər 1 il həcc eləmədi mi? Əməl. 1 il oruç tutmadı mı? 1 il sədəqə vermədi mi? 1 il namaz qılmadı mı? Ömrələr var orada, falanlar misallar çəkdi. Yəni, müvəffəqiyyət və davamiyyət insan əməllərinin, daha doğrusu davamiyyətli olması əcrinin dərəcəsinin çoxalmasına yəni işarədir. Ona görə bəzi sələflər deyərdilər ki, mə səbəqəhum Əbu Bəkrun bi kəthrəti savmin və lə saləh. Əbu Bəkr radiyallahu anhu onları, yəni sahabələri və ondan sonra gələnləri çox oruç tutmaqla və çox namaz qılmaqla keçmədi. وَلَكِنْ بِشَيْءٍ وَقَرَ فِي صَدْرِهِ. Lakin bir şey vardı ki, onun sinəsində vüqar tapmışdı. Yəni, o yəqin idi. Əbu Bakrın yəqinliyi vardı, sıddıqlığı var idi. Ona görə Əbu Bakr çox namaz qılmaqla, çox oruç tutmaqla keçmədi qabağa, başqa sahabələr. Baxma ki, həcm və miqdar baxımından elə sahabələr vardı ki, Əbu Bakrdan çox eləyirdilər. Əbu Bakrdan çox gətirirdilər. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem Əbu Bakrla Ömərin mübahisəsi düşəndə, hansı ki, onlar o mübahisənin həlli üçün gəlirlər Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına, Peyğəmbər sallallahu aleyhi ve sellem Ömərə elə sözlər deyir ki, yəni, o sözlər ağır sözlər. Deyir, ey Ömər, sən mənə yalan sayanda, Əbu Bakr mənə iman eləyəndə sən haradaydın? Sən mənə yalanlayanda, mənə düşman olanda, Əbu Bakr mənə malı ilə, canı ilə kömək eləyəndə sən haradaydın? Sən Əbu Bakr tək görmüsən, belə də deyir. Siz Əbu Bakr tək görmüsünüz, orada Əbu Bakr həlim insan olur. Ömər isə xaliz insan olur. Yəni, Ömərdə biraz söz ola bilər, ağır desin, ola bilər, kəlmələrini şiddətli desin, ola bilər. Əbu Hureyra dedi ki, mənə bir dənə vurdu Ömər, mən uçdum, sonra düşdüm yanı üstə yerə. Necə dedi? Peyğəmbər s.ə.v Əbu Bakrla bostanda otururlar, Əbu Hureyra ilə daha doğrusu. Deyir Əbu Hureyra, götür bu ayaqqabımın bir tayını, get. Ayaqqabının bir tayı da yəni Peyğəmbərin sözü olduğunu insanların
təsdiqləməsi üçün vermişdik. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin nalıdır. Yəni ayaqqabısıdır. Yəni ərəblər nal deyir ona. Bizdə ata deyirlər nal. Ərəblər ayaqqabıya nal deyir. O da götürür, deyir nə deyim? Deyir denən ki, kim la ilahə illallah Muhammedur Rasulullah desə, ölsə cənnətə girəcək. Bu da götürür belə. Gedir, yolda Öməri görür. Ömər görür ki, gedir harasa Əbu Hüreyrə. Əbu Hüreyrə də arıq olur. Ömər olur. Deyir, ey Əbu Hüreyrə, hara geysən? Peyğəmbər s.ə.v-in də hizəsi, nalı sənin əlində də ayaqqabısı. Deyir, Peyğəmbər s.ə.v dedi ki, ged, kimi görsən, kim qabağıma çıxsa, sən də qabağıma çıxmısan. Denən ki, la ilahə illallah desə cənnətə girəcək. Deyir, bir yumruq vurdu mənə, sinəmə. Deyir, mən uçdum yəni. Yəni, biraz belə ki, havada, sonra düşdüm yerə. Ağladı hətta, gəldi Peyğəmbər sallallahu aleyhi ve sellem yana ağladı, dedi, Ömər mənə vurub. Dedi, belə şey geyib yayma, insanlar rahatlaşarlar. Ki, la ilahə illallah deməklə qutardı. Görsən, Peyğəmbər deyib ki, qutarır la ilahə illallah deməklə. Fayda verəcək o kəlmə yəni. Təkvirçilər rəddir bu. Lakin mövzu o deyil. Və yəni Əbu-Bakır, Ömərdə, amma Əbu-Bakırda yox edəli şey. Əbu-Bakır məsələn, hüsnəsindən qışqırsın. Nadir hallarda varid olub ki, Əbu-Bakır radiyallahu anh qəzəblənib. Qəzəblənib Əbu-Bakır radiyallahu anh. Hətta oğluna da deyib ki, uzun qulaqsan sən. Çünki xəlifə idi, qonaqları gəlmişdi. Və oğluna deyir ki, evə qonaqlar gəlib, onlara yaxşı bax, onları qarşıla, onları yola sal. Bu da indi xəlifədir, dövlət işlərindən bağlı gedib evdə olmuyor. Gəlib gör ki, qonaqlara yaxşı baxmıyor, deyirsən uzun qulaqsan. Yəni, belə bir şey deməkdir. Yəni, o ata oğul üçün arasında olan şeylər deyə bilər. Lakin belə, radiyallahu anhu, başqa zor insan idi, başqa zor kişi idi, başqa zor adam idi. Hansı ki, Peyğəmbər s.ə.v ən çox sevdiyi sahabisi idi. Və alimlər deyir ki, Əbu-Bakırın sinəsində olan, yəni hansı ki, o vüqar tapmışdı, Allah və Rasulunu sevmək idi və nəsiyyət eləmək idi. Yəni, qullara nəsiyyət eləməyi bacarardı. Ona görə ariflərdən bəziləri deyərdilər ki, kim yəni, böyük bir məqama çatıbsa, çox namaz qılmaqla və çox oruç tutmaqla deyil. Lakin nəfsinin səxavətli olması ilə, sinəsinin səlim olması ilə və nəsihət eləməyi bacarması ilə o mərtəbəyə çatıb. Əbu Yezid rahiməllah deyir ki, yəni təbii ki, belə rivayətlər bəzən sələflərdən varid olub, lakin bu mövzularda deyilər belə şeylər. Yəni bu şeylər əqidə, bu şeylər yəni etiqad və ya fiqh və yaxud da hansısa bir mövzularda deyilməz. Bəzi sələflərdən gəlib ki, Rəbbimizi yuxuda gördük. Bəzi sələflərdən varid olub bu. Dedim ki, ey Rəbbim, sənə yol necədir? Necə gəlib sənə çata bilərik? Dedi ki, nəfsi tərk eləməklə, nəfsin istəklərini. Təbii ki, belə şeylər bizdə zikr olunar fəvail babında. Fəvail yəni fəzilətli əməllər, tərğib, rəğbətləndirmək, tərhib, qorxuzmaq. Amma biz durub danışmaraq belə şeylər əqidədə, belə şeylər mənhəcdə, belə şeylər usulda. Lakin o vaxt ki, Allahın rəhmətindən, Allahın məğfirətindən, qulun zəifliyindən və bizim şükrümüzün nə qədər azlığı, Rəbbimizin lütfünün nə qədər çoxluğu barəsində bəhs etdiyimiz zaman eyb etməz. Eyb etməz. Lakin bəzi sələflər deyirlər ki, Allahı yuxuda gördük. Varid olub. Soruşduq ki, sənə yol necədir? Dedilər ki, nəfsi tərk eləməklə. Bəzilər dedilər ki, sələflərdən bəzilər deyib ki, nə qədər istiğfar edənlər var ki, onlar əzab çəkəcəklər. Və nə qədər sakit duranlar var ki, onlar Allahın rəhmətinə qovuşacaqlar. Yəni, məsələn, əstəğfurullah, özünlərə göstər ki, istiğfar eləməkdə də bunlar, bu dünyada 3 dənədir, biri də budur. Deyir, kəmmin müstəğfirin məmqud. Yəni, nə qədər istiğfar edənlər var ki, onlara əzab veriləcək. Onlara əzab veriləcək. Və sakitin mərhum, və nə qədər sakit duran və rəhmənli olacaq. Hədə müstəğfirun qalbuhu fəcir. Bu istiğfar edir, amma qəlbi elə deyil.
Və hələ sakitun qalbuhu zəkir. Bu isə sakitdir, amma qəlbi Allah xatırlayır. Ona görə bəzi insanlar var belə, görürsən, özün zikirdən kimi göstər. Estağfurullah, estağfurullah, subhanallah, estağfurullah, estağfurullah. Sən də yanında olanlar olanda istiğfar eləməyə başlayır. O istiğfar ona əzabdan başqa bir şey gətirməyəcək. İstiğfar eləyənsə, sən istiğfar eləyən deyilsən, yəni sən kimisə görəndə niyə istiğfar eləyirsən? Və görürsən, məsələn, bəzi insanlar zikr eləmir, kimsə gələndə başlayır zikr eləməyə. Nə ehtiyac yoxdur elə şeylər. Sən necəsən elə ol? Kəm min səkitin mərhum. Neçə dənə sakit duran və rəhim olunan var. Və kəm min müstəğfirin məmqud. Nə qədər istiğfar edib, əzaba düşər olan var. Və İbn Məsud radiyallahu öz dostlarına deyir ki, əntum siz, yəni tabeinlər, əktəru sunnən və salətən min ashabi Muhammedin sallallahu aleyhi və səlləm və hum kənu xayran minkum. Siz Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrindən daha çox oruç tutursunuz və daha çox namaz qılırsınız, amma onlar sizdən xeyirlidirlər. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ləv ənfəqə əhədəkum mithlə uhidin zəhəbə. Sizlərdən biri Uhud dağı boyda qızıl versə, mə bələğə muddə əhədihim. Onlardan birinin vəla nasifə, heç yarısına çatmaz, ovucunun yarısına. Birinci qardaşlar hədisdə odur ki, biz Uhud dağı boyda sədəqə verə bilmərik. Uhud dağı boyda sədəqə verə bilmərik. Əgər verə bilsək, sahabə gətirib Peyğəmbər s.ə.və belə yarım ovuc xurma verdi, 4 dənə xurma məsələn. O, ondan xeyirlidir. Çünki qəlb səlim idi. Mühümdür. Yana görə İbn Məsud radiyallahu anh deyir ki, onlar sizdən xeyirli idilər. Qalu biməzək. Bu necə olur ey İbn Məsud? Yəni nətər ola bilər? Qal, kənu əzhədə minkum fid-dunya və arğabə fil-əxirə. Onlar sizdən daha çox axirətə rəğbətli və dünyadan üz döndürəndilər. Yuşiru ilə ənə sahabətə fəqu mən bə'dəhum bi şiddəti təalluq qulubihim bil-əxirə və rəğbətihim fiyhə. Və İbn Məsud demək istəyirdi ki, şiddətli şəkildə onların qəlbləri bağlıydı Allaha. Baxma ki, İbn Məsud radiyallahu anh deyir ki, Bədir Uhud döyüşündə bildim ki, sahabələr də dünyanı sevir. Baxma ki, İbn Məsud deyir, minkum mən yuridu dünya. Sizlərdən bəziləri dünyanı istəyir, minkum mən yuridu l-əxirə. Sizlərdən bəziləri axirəti istəyir. Ayəsi ona görə nazil oldu. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm demişdi ki, dağın təpəsindən düşməyin və ya o təpənin başından aşağı inməyin. Hətta mən deyənə qədər. Ədə rəaytum, əgər görsəniz ki, biz qələbə çalmışıq, düşməyin. Əgər görsəniz ki, onlar qələbə çalır, düşməyin. Hətta mən sizə, demək, 50-yə yaxın oxşuydu. O vaxt ki, müşriklər qaçırlar döyüşün birinci mərhələsində. Qənimətlər o sahədə tökülür, qalır. Nə deyirlər? Deyirlər, əl-qənimət, əl-qənimə. Qənimət, qənimət və deyirlər ki, düşməyin, Allah Rasulü belə deyib. Carçı, başçıları, lakin düşürlər və Həmzə radiyallahu anh dünyasını dəyişir. Həmzə radiyallahu anh o döyüşdə dünyasını dəyişir. Musab ibn Umeyr radiyallahu anhu dünyasını dəyişir və 70 sahabi. Necə Uhud şəhidləri bəllidir. Lakin əlhəmdə yenə Allah təala müşrikləri zəll eləyir, onlar qaçırlar. Lakin İbn Məsud radiyallahu anh deyir ki, əgər bu hadisə olmasaydı, mən elə bilirdim ki, sahabilər dünya istəmirlər. Lakin onlarda şiddət yox idi. Şiddət yox idi dünyaya. Ona görə İbn Məsud deyir ki, siz ey tabeinlər, doğrudan da elə idi. Tabeinlərdən elə tabeinlər var idi ki, sahabə gəlib ondan fətva soruşurdu, alim idi. Elə tabein vardı ki, abid idi, ibadətdə, yəni pik. Yəni sahabə ona çatmaz. Lakin mümkün deyil sahabənin fəzilətinə çatsın. Çünki səlim idi qəlb. Buna görə Peyğəmbər sallallahu aleyhi və səlləm xavariclər barədə nə deyir? Deyir, sizlərdən kimsə namaz qılsa, bir də onların namazına baxsa, öz namazını təhqir eləyər. Yəni, öz namazını heç nə görər. Oruç tutmaqlarına baxsa, öz orucunu təhqir eləyər, yəni aşağı görər.
Lakin yəmruquna məddin kəmə yəmruqu səhmü minər rami. Necə dindən çıxırlar, ox yaydan çıxır. Deməli, ibrət Allah Taalanın qəbul eləməsindədir. İbrət Allahın məğfirəti ilə Allahın qarşısına çıxmaqdır. Ona görə Bəni İsraildən gələn rəvayət hansı ki, çoxumuz bilirik. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bir kişi vardı, Bəni İsraildən içirdi. Günahkar idi. Qardaşı da abid idi. Deyir ki, eləmə, belə eləmə, belə eləmə. O da deyir ki, xalli beynə və beynə Rabbi. Mənlə mənə Rəbbimin arasını burax. Necə bizdə bəzi içənlər var, deyir, qardaşlar, sən də şiddətlə, yox, lazım deyil. Yəni, nə üçün? Çünki birinci, özü artıq sən nə qədər deyəcəksən ona? Yəni, xüsusən də o itkili halda falan şey eləmə. Elə insanlar başqa onlara demək yox, əməllə dəvət etmək lazımdır. Onlara sözlə kar eləmir. Dəvət təkcə sözlə deyil ki, əməllə də olur. Bəzi insanlar var ki, onları dəvət eləməmək özü dəvətdir. Elə insanlar var ki, onları tərk eləmək onlara dəvətdir. Neysə, bu da abid daxı. Yəni, dini qeyrəti bunu həddi aşmış bir hissdir o artıq. Deyir, lən yəğfirəllahu lək. Allah sənə bağışlamayacaq. Yəni, ibadətləri, dininin, halalın, haramın hədlərini qorumağı qəlbində sadəcə düzgün metodika tuta bilməmişdi ki, kimə necə demək lazım idi. Allah sənə bağışlamayacaq, deyir ki, yaxşı oldu, get. Bəlkə o istiğfar edirdi, bəlkə hər içəndən sonra tövbə edirdi. Biz bilmirik, qullarla biz Allahın arasına girmək olmaz. Olmaz. Ona görə İbn-i Kətir rahiməhullah, xavariclər barədə gözəl söz deyir. Mən ən sevdiyim sözlərdən biri İbn-i Kətir söz. Deyir ki, xavariclər Allahın rəhmətini ramkaya alanlardır. Çərçivəyə salır. Yəni, bunları bağışlayacaq, bunları yox. Yəni, Allahın rəhmətini şeyə çəkiblər. Sən nə yol? Sən özün gör bağışlanacaqsan hələ. Sən özün gör necə tapacaqsan. Mə minkum illə variduhə. Sizdən hamınız cəhənnəmdən keçəcəksiniz. Hamı o cəhənnəmdən keçəcək. Hələ belə gəlməsin bizə. Biz elə bilmirik. Bəziləri deyirdi ki, vallahi çoxları həlak oldu, məhv oldu. Onların çoxları yoxdular həyatda indi. O elə bilirdi ki, yəqin o cənnətə gedəcək. Yəqin, çünki sözündən, mən də cənnətə gedim. O da, yəni məsələn, biz dedik ki, adam cahildir, bilmir, avamdır, İslam barədə heç nə bilmir, kommunizmdən çıxıb, din bilmir. Adamlar, meçidlər, kinoteatrıdır, Cimin kinosuna gedirlər baxmağa, ya da ki, zirzəmi idi, xəzinə. Meçidlər Sovetin dövründə buna xidmət edir. Çox yerlərdir. Bir də molla olardı, ölü götürməyə, qutardı, getdi. Meçid də qaramat kimi bir şey idi, yəni oranca ölülər gedir. Yəni, əslində meçid müsəlmanların cəm olduğu, kələmələrin danışıldığı, xeyrin yönəlildiyi, şərin çəkildiyi, bəzi məclislərin iştirak olunduğu yerlərdir. Meçid böyük məfhumdur. Lakin onlar meçid necə bilirlər? Ona görə gəlmirlər, ona görə belə biz ola deyil. Sən nə deməksən? Deməksən ki, mən də cənnətə gedim, o da. Hələ demək, sən də bilsən ki, cənnətə gedəcəksən. Və deyir, Allah sənə bağışlamayacaq. Və Peyğəmbər sallallahu əleyhi deyir ki, Allah Teala ikisini də həşr edəcək qiyamət günü. O danışana deyəcək qəbra. Bu günahkarıdır, nəsə eləyirdi. Sən kim icazə verib ki, mənim adımdan deyəsən ki, mən onu bağışlayacağam, bağışlamayacağam. Başa düşdüm, günahkardır falan, amma başa düşdüm, o aydındır. Amma mən adımdan niyə deyirsən, bağışlamayacağam. Denən belə əməl sahiblərini Allah bağışlamır. Denən belə əməl Allahı qəzəbləndirir. Denən belə əməllər insanı, yəni o da və ya ona gətirən, ona aparan səbəblərdən biri ola bilər. Amma deyirsən ki, Allah sənə bağışlamayacaq. Və ya əksi, Allah sənə bağışlayacaq. Əksi də var. Allah sənə bağışlayacaq. Ona demək olmaz. Allahın adından demək olmaz. Peyğəmbər sallallahu deyir ki, Allah Teala amma günahkarı bağışlayacaq. Deyəcək, bunu deyirdin, bağışlamayacaq. Mən onu bağışlayıram. Sən deyirdin, sən cənnətə özü görürdün, burnu üstə cəhənnəmə.
Burnu üstə, təsəvvür edin, adam belə tuturlar ayaqlarından, burnu bir dənə yerə dəyir, sürüyürlər. Burnu üstə cəhənnəmə. Navasi vəl-əqdəm. Allah nə deyib? Tutun onları, navasi, saçlarından, buradan, kəkillərindən, əqdəm də ayaqlarından. Kim hardan tutacaq, Allah bilir. Allahu akbar. Abu Hureyra radiyallahu anh bu hədisi rəvayət edir. Deyir ki, subhanallah, adam ibadət elədi. Bir dənə sözlə bütün hər şeyi körladı. Bir dənə kəlmə ilə deyir, axirət də, dünya da getdi. Bir dənə söz dedi, Allah sənə bağışlamayacaq. Özü abid idi. Ona görə nə bağda Allah talanın, yəni, adından nəsə deyəsən. Xəbər verə bilərsən ki, Allah Teala belə vəd verib, Allah Teala belə qadağan edib, Allah Teala belə əzab vəd verib. Amma belə eləyəcək, xatır, təhlükəlidir, olmaz. Ona görə İbn Məsud radiyallahu anh davam edir ki, sahabələrin dünyadan üz döndərmələri, dünyanı aşağı görməkləri idi. Baxma, onlar artıq dünyanı əldə eləmişdilər. İbn Məsud radiyallahu anh gördü axı, xilafəti gördü, Abu Bakırlar, Ömərlər gördü, Osmanlılar, Əlilər gördü. Gördü o izzəti, gördü o malı, mülkü, gördü sahabələrin izzətini, gördü dəvələr üzərində fəth olunmuş diyarları, gördü Qüdsün fəthini, gördü o böyük, əzəmətli, şahid olunan yerləri. Lakin bilirdi sahabələrin qəlbini. Ona görə Allah Teala yeganət toplumdur ki, qəlbləri barədə xəbər verib sahabələr. Sahabələrin qəlbləri barədə Allah xəbər verib. Alimə mə fi qulubihim. Allah olan qəlblərini də bildi. Ona görə Peyğəmbər s.ə.v o sahabələr ki, hansı ki, məsələn, onlardan xata baş verirdi, hansı ki, məsələn, bəzilərində zina oldu, bəzilərində cəsusluq oldu. Hatim radiyallahu anh, İbn Balta radiyallahu anh, Peyğəmbər s.ə.v müşriklərə satdı. Allah Resulü s.ə.v nə dedi? Dedi, o Bədirdə döyüşüb. Yəni, qəlbi səlimdir. Çünki Bədirdə münafiq döyüşə bilməzdi. Ammar ibn Yasir Allah Resulü s.ə.v söyür. Deyir ki, vəcəddə qəlbə. Qəlbin necə idi? Yəni, mənə söyürdün, dilin aydındır. Qəlbin necə idi? Deyir, qəlbim sənin sevgi ilə doluydu. Allah Teala ayə nazil etdi onun barədə. İllə mən ukrihə və qalbu mutmainnun bil iman. Qəlbi imanla dolu olub, ikrah altında küfr edənlərə Allah bağışladı, yəni onu. Və onun timsalında o vəziyyətə düşən hər bir kəs. Deməli, əməl məsələsi deyil, rəhməti məsələsidir. Bəzi insanlar görürsən, elə insanlar var, qardaşı, vallahi elə bir ki, cənnətə alıblar, icazəni artıq verirlər onlara cənnətə. Allahdan istəyir ki, Allah Teala bizi bağışlasın. Və deyir, onların qəlbləri yəni boş idi, dünya üçün çox belə dolu deyildi, amma axirət üçün doluydu. Bəzən, qardaşlar, biz, məsələn, deyirik, görəsən, nə qədər vaxt ayıraq Allaha. Hərdən sual varid olur insan qəlbində. Gündə nə qədər, məsələn, 2 saat yaxşıdır. Belə suallar ola bilər. Çünki mən bayaq qeyd etdiyim kimi, gün 24 saatdır. Sən neyinirsən elə 24 saat? 1 milyon da əməl edirsən 24 saat. 2 dənə də əməl edirsən 24, 25 saat olmayacaq. Və Allah Subhanahu bunun cavabını Şərh surəsində deyib. فَإِذَا فَرَغْتَ فَانْصَبْ وَإِلَى رَبِّكَ فَرْغَبْ. Əgər boş vaxt tapsan, get otur, Rəbbivə tərəf rəğbətlən. Cavab. Yəni, nə qədər? Allah bilir nə qədər. Boş vaxt tapsan, çəkil. İdə fəraqdə. Yəni, işdən ayrılsan, artıq işləri qutarsan, dünyadan qutarsan, fənsab. Bir yerdə otur. Və ilə Rabbikə fəraqab. Nə qədər? İşləyə nə qədər? İşin olana qədər. Dincəlib, yatıb, öz bədəninin haqqını ödəyib, boş vaxta çəkilənə qədər. Bu nə qədərdir? Allah bilir, hələdə bir çoxdan görə yadıma gəlir. Mən gələndə Şeyx Muhammed Səid Rəsələ bir məclis oldu. İkimiz arasında oturduq. Mən soruşdum ki, Şeyx, sən tələbə nə qədər oxumalıdır və ya nə qədər?
O dedi ki, boş vaxt, nə boş vaxt tapsa oxusun, boş vaxt tapsa qulaq assın, boş vaxt tapsa onu yazsın. Belə bir şey yoxdur, 4 saat elmə, gündə 5. Ola bilər tələbə bir həftə heç nə oxumaz, ola bilər bir həftə gündə 3 saatdan oxuyar, ola bilər bir ay oxumaz, ola bilər bir ay oxuyar. İdə fəraqtə fənsəb, boş vaxt tapdın, ged otur, ilə Rabbikə fərqab, ilə Rabbikə fərqab, Rəbbivə qarşı rəğbətən. Cavab budur, mən durum necə təyin edim, bəlkə birinin 1 saat da yoxdur gündə, bəlkə birinin 5 dəqiqəsi də yoxdur gündə. Amma işdən ayrıldığı bir zaman var, bir vaxt var, onu özü bilir. Ona görə, yəni, alimlər deyir ki, ən fəzilətli insanlar sahabələr idi. Hansı ki, onlar az əməllərlə tanınmışdılar. Çox əməllərlə. Ona görə o sahabi ki, hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, indi sizə cənnət əhlindən birini göstərəcəm. Mədinədə olur məsələ. Bunlar da deyir ki, yəqin indi Əbu Bəkirdən, Ömərdən, Əlidən, Zübeyir, cənnətlə müjdələnmişlərdən kimsə gələr. Görürlər bir ansarlardan cavan oğlan, heç adı da gəlməyib, adını da bilmirik. Bir, ikinci dəfə də belə olur. Üçüncü dəfə artıq sahabələrdən biri Amr ibn As olur. Deyir, yox, bu məsələni dəqiqləşdirmək lazımdır ki, bu neynir? Və gelir onunla qalır bir otaqda, bir evdə. Görür ki, deyir, gördüm ki, mən ondan çox ibadət edirəm. Necə özü deyir. Gördüm, mən ondan çox namaz qılıram, mən ondan çoxdur. Bu işini kəlləni qoyur, yeri yatır. Səhər durur, süpər. Vitri qılır, yatır. Səhər 5 vaxt namazını qılır. Belə bir şey də tuta bilmirəm ondakı kişi, bu neyin yiyir? Axırda, axırıncı gündə axı, artıq qutaracaq deyir, qardaş. Mən bura gəlməkdə məqsədim var. Nə desən, Peyğəmbər salsan, niyə sən eləyib onu? O sözü niyə sən üçün deyib? Deyir, nə tər görürsən mən indi, eləmə elə, həmişə eləyəm. Deyir, yox, nə tər yanırsan, elə ola bilməz axı, mümkün deyil axı, mən səndən çox əməl edirəm. Deyir, mən sadəcə ola bilər bir dənə gecə yatmamışdan qabaq halallıq verəm. Xətrimə dəyənlərə, haqqıma girənlərə deyirəm, Allah, heç kim istəmirəm qiyamət günü, mənə görə saxlasınlar onu. Deyir, baba, bizdə yoxdur. Bu, o demək deyil, sahabələrdə bu yoxdur. Yəni, sahabələrdə bu var, bu qəlb, bu düşüncə, lakin bu qədər dəqiqlik hər gecə yoxdur. Yəni, bu yoxdur bizdə deməkdə sözlərində məqsəd. Yəni, bu qədər diqqət yoxdur bu məsələyə. Adam cənnətə onunla girmişdi. Yəni, adam, ona görə İbn Məsud deyir ki, çox əməl eləməzdilər sahabələr. Çox oruç tutmazdılar, çox qiyam eləməzdilər. Ona görə İbn Məsud radiyallahu anh, Abbas deyir ki, xavariclərin dodaqları çatlaq-çatlaq idi orucdan. Alınlar da qəbər idi. Namazdan dizləri də qəbər idi. Dəvəyə bənzətmişdilər. Dəvədə axı oturanda qabar olur, qatlanacaqlar. Amma cəhənnəm o köpəkləri necə hədisdə gəlir. Və alimlər deyir ki, yəni gətirirlər ki, həqiqətən də axirət səfəri qəlbin seyri ilə tutulur. Bədənin seyri ilə yox. Seyr eləmək bilirsə, bir yerdə seyr etmək, gəzmək. Və deyirlər ki, فَإِنَّ سَفَرَ الْآخِرَةِ Axirət səfəri yuqta, yəni keçilir və qət olunur bi-seyr-il qulub, qəlbin seyri ilə, yəni qəlbin seyr etməsi ilə. Lə bi-seyr-il əbdən, bədənin seyri, yəni əzalar əməl eləyir, ondan yox. Bəzi ariflərin yanına, mən biraz uzun edirəm dərsi qardaşlar, sizi yorğunluq olar bir dənəsə kimsə. Allah izləyək. Bəzi ariflərin yanına, yəni kim necə rahatlıq taparsa elə otursun. Bəzi ariflərin yanına gəlib dedilər ki, mən sənin yanıma gəlmişəm. Yəni bu boyda məsafə səndən öyrənmək üçün gəlmişəm, sənin yanıma gəlmişəm, səndən elm almaq üçün gəlmişəm. Deyir ki, bu şeylər, yəni bu arxasınca gəldiyin elm və əməl, sənin gəldiyin bu şeylər, yəni məsafə qət eləməklə qazanılan şey deyil. Lakin nəfsini düzəlt gəl. Sələflərdən biri, eyb etməz bunu, sələflərdən biri kasıb olur, amma alim olur. Balıqçı olur, gündə 3 dənə balıq tutur, birini evdə yiyir, əhli. Birin satır, növbəti balıq tutmaq üçün əşyalar alsın balığa gedəndə.
o birisini də sədəqə eləyir. Və bu cür həyat yaşayır. Gündə 3 dənə, 4 dənə balıq tutur, belə yaşayır. Tələbəsini göndərir həccə. Deyir, həccə gedəndə Misirdən keçəcəksən. Orada bir nəfər var, mənim tələbə yoldaşımdır. Elm almışıq ondan. Ged onun yanından, mənə adımı dinən inşallah. Ged ondan görüş, belə falan falan. Bu da kasıbdır adam. Deyir, onu tanıyacaqlar yəni. O da mənə tanıyacaq. Bu da gedir, gedəndə həccə. Həcc yolunda bir-iki nəfərdən soruşur, göstərirlər, görür ki, böyük bir dənə qəsrli bir adamın evinə işarə edirlər ki, o kişidir. Sən soruşduğun adam o kişidir. Bu da ciddi qəbul eləmir bu sözü. Deyirəm, mənim şeyxim kasıbın biridir, bunun dostu belə ola bilməz. Gedir həccə, gedmir o işin dalınca. Gedir həcc eləyir filan, qaydanda gəlir yenə Misir əhlinə deyir ki, bəs belə-belə. Deyir, o da o. Söz verdiyinə görə şeyxinə gedir ora, girir ora. Gedir, daxil olur, görür ki, bunun qapıda qarşı yanaq başqadır, bundan söz soruşurlar, sən kimin yanına gəlmişsən, filan kəs, gedirlər, sorurlar, hə, filan kəsdir, bu qapıdan keç. Görür, neçə qapı keçdim, deyir. Gəldim, gördüm, belə bir şeyxdir, belə alimdir, həm də böyük adamdır. Mənə deyir, bir otaq verdi, mənə xidmətçi təyin elədi. Yeməyim, içməyim, özüm üçün oturmuşam. Böyle özüm də qəribəyəm ki, dəqiq bu adamdır, yəni bu dostu budur. Və deyir, bir gün mənim məclisdə çağırdı, dedi ki, təkbətək. Dedi, gel o dostuma denən ki, dostuma deyərsən ki, ona salam çatdırasan. Ona deyərsən ki, dünyadan çox bağlanmasın. Dünyaya çox bel bağlamasın, dünyaya çox qapanmasın, dünyaya çox meyilli olmasın. Deyir, tələb edir ki, o mənə bu sözlər deyəndə ona içində güldüm ki, mənə şeyxim 3 dənə balıq tutur. Sən bu boyda dünyanı yığmısan əlinin altına. Sən bu sözü necə ona deyə bilərsən? Deyir, onda deyir, qəzəbləndim, sadəcə evindəydim, qonaq idim, yəni heç nə demədim ona. Və deyir, mənim qayıdacağım günü mənə bir dənə dəvə verdi. Deyir, oturub dəvəyə. Hətta deyir, Misirə çıxana qədər mənə ötürdülər dəvədən. Ki, orada dəyməsinlər də mənə. O vaxtda yol kəsənlər falanlar. Deyir, yolda yerə şey edirəm də, yəni belə tərəddüd edirəm. Şeyx üçün də hədiyyələr göndərib təbii ki. Gəldim, gördüm şeyxin yanına, hər şeyi danışdım ona. Amma o söz ki var, dünyanı tərk elə, onu demədim şeyxə. Çünki rəva bilmirdi ona o sözü deməyi. Bir neçə vaxt keçdi, Amma özümdə də saxlaya bilmirəm axı onu. Dedim, şeyx, bəs incimə də, o kişi belə bir dənə söz dedi. Dedi ki, ona denən ki, salam çatdır, hədiyyələrini çatdır. Amma ona denən ki, çox belə dünyaya bağlanmasın da. Deyir, o düz deyir. Deyir, o boyda imarəti, malı mülkü olsa da, onun da gözü yoxdur. Mən 3 dənə balıq tuturam. Elə ki, ondayam da, yəni. O deyir, mənə düz deyir. Tanıyırmışlar, yəqin gəzlikdən bir-birlərini tanıyır. Ona görə fəriq nəfsivi tərk elə gəl deyərdilər sələflər. Yəni, nəfsivi, insanda olmaq, olmamaq deyil, ha, vallahi. Mən hərdən bəzi hədislərə baxıram. Məsələn, hədisdə gəlir ki, biz məsələn, bəzilərini oxuyub keçərik hədisi, amma biraz hədislərdə dayanaq. Məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allah Teala o kişinin üzünə baxmayacaq, onu danışdırmayacaq, onu təmizə çıxartmayacaq. Nə, kim? Fəqir təkəbbürlü. Niyə kasıb təkəbbürlüyün yox? Niyə varlı təkəbbürlüyün yox? Çünki varlı təkəbbürlünün təkəbbürlənməyə bir şeyi var. Yəni, bunu Rəbbi danışdıracaq. Bunda axı güc olub, mal olub. Kasıb sən nəyin olub ki, təkəbbürlənmirsən? Aydındır? Yəni, Allah Subhanahu taala, yəni, hər təkəbbürlünü yox ha, amma kasıb təkəbbürlünü danışdırmayacaq. Üzünə də baxmayacaq, təmizə də çıxartmayacaq. Amma ola bilər, varlı təkəbbürlü danışsın onunla. Bəlkə bağışlamaq istəyir, ərz eləsin ona nəsə. Yəni, məsələ varlılıq, kasıbçılıq deyil. Məsələ gəlibdir. Necə hədisdə gəlir ki, İnnəl ğinə ğinəl qalb. Varlılıq, zənginlik qəlbindir. İnnəl fəqrə fəqrə qalb. Fəqirlik də qəlbin fəqirlikdir. Tabii ki. Ona görə deyir ki, get şeyxə denən ki, dünyadan çox yapışmasın. O da deyir ki, bu nə sözdür deyirsən sən? Özüm özümə deyirdim. Gəlib deyəndə təsdiqlədi onun sözünü. Salam.
Və bəzi sələflər deyərlər ki, şən, yəni bu sözlər deməklə o demək deyirlər, sən oruç tutma, namaz qılma, bu mənada deyil, lakin səlim ol. Yəni, səlim qəlbinə elə. Bəzi sələflər deyirlər ki, mənim üçün gecəni yatıb, yəni gecə namazı qılmasın, yatıb, durub, özümü qınamağım mənə üçün daha xeyirlidir. Nəinki qılıb gəlib, yəni ki, qılan var, gecə namazına durursunuz, yoxsa yatırsınız elə. Hələ də var elə adamlar. Oruç tutursunuz yoxsa var elə adamlar. Allah'ın mənə müvəffəq etdiyi görə sənə həmd olsun. O qardaşlarımızdan müvəffəq elə. Əgər qafildirlərsə onları oyat. Və buyurur ki, leysə şənu fi mən yəqumul leyl. Şən, yəni hal, məsələ gecə qalxmaqda deyil. İnnəmə şənu fi mən yənəmul leyl alə firashihi thumma yusbihu və qad səbəqər rəqb. Deyir ki, şən odur ki, adam yatıb, yatmağı ilə belə hamını ötüb keçir. Yatmağı ilə. Sahabələrdən biri Ədəb-ül Müfradda gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün ordu üçün qənimət istəyir. Ceyşül Usra deyilən bir döyüş olur. Yəni, yardıma ehtiyacı olan ordu. Osman radiyallahu gətirir, Əbu Bakır gətirir orada, hamısını verir, Ömər yarısını verir. Bax, o hadisə. Səhv etmirsə Tabuk olur, səhv etmirəm. Gətirirlər, verirlər, gətirirlər, verirlər, gətirirlər, verirlər. Bir sahabənin verəcək bir şey yoxdur. Yəni, xurma verən gətirir, xurmasını verir, atır, gedir. Deyir, ya Rasulullah mənlə. Bu da baxır, heç nə verə bilmir. Gəlir, Allah Rasulü sallallahu aleyhi ve sellem yana deyir ki, ya Rasulullah, mənə heç nəyim yoxdur. Heç nəyim yoxdur. Deyir, get filan kəsin yanına, mənim adımdan get. O sənə nəsə versin, sən də gətir qoy bura. Yəni, əgər ürəyindən keçirsə, hələ ki, məsələn, tutaq ki, məsələn, bir şey üçün müəyyən məbləğ yığılır, sənin heç nəyin yoxdur, gəlirsən, məsəl üçün, yığan o etibarlı kəsin yanına. Deyir, məsələn, get filan qardaş edinə ki, 1 manat da versin sənə, sən də gətir o 1 manatı qoy bura. O da gəlir həmin adamın yanına, Peyğəmbər sallallahu aleyhi ve sellem işarə etdiyi adamın yanına. O da deyir ki, qardaş, nəyim var vermişəm, mənə də işləyim yoxdur. Bu gəlir evə, dua edir. Deyir, Allahım, hamı verdi. Hər kəs verdi. Mənə heç nə verə bilmədi. Amma o qardaşların da mənim üzərində bir haqları var idi. Mənə verməyirlər ki, mən verim. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem elə göndərmişdi mənə. Deyir, mən də o haqqı verirəm. Fiqhə bax, Allahla, sən Allahla söhbətə, yəni danışığa bax, münacəyə bax. Sübh namazında Peyğəmbər sallallahu aleyhi ve sellem gəldiyi ki, gecə kimlə verib? Bu da deyir ki, yəni mənlik deyil də, yəni mən hara, o hara, burada böyük mallardan, mülklərdən, yəqin Əbu Bəkirdən söhbət gedir, Ömərdən, Osmandan, Əlidən, bəqin onlardan gedir söhbət. Gördüm Peyğəmbər sallallahu aleyhi ve sellem mənə baxır. Mən də heç nə demədim. Səhər yenə sübh oldu o birisi. Çağırdı, dedi ki, kim verib gecə? Mən də deyir, duamdayam ki, Allahım, vəziyyətim belədir. Deyir, üçüncüdə mənə işarə elədi. Dedi, nə vermirsən? Bilmirəm, amma Allah qəbul edib. Nə vermirsən, bilmirəm. Yəni, belə görmədim onu, gətirib qoymadılar ora. Amma Allah qəbul edib. Ona görə, subhanallah, insan mücərrəd, belə deyək də, halı Allaha ərz eləməklə Allahın məğfirətini qazana bilər. İllah da Allahın məğfirətini qazanmaq üçün nələrsə lazım deyil. Ona görə alimlər deyərdilər ki, şən o deyil. Hal o deyil ki, sən istiğfar, daha doğrusu gecə-gündüz namaz qılasan və oruç tutasan. Odur ki, qəlbin səlim ola əməllərində. Ona görə sələflərin bəziləri deyərlər ki, ümid Allahın rəhmətinə, Allahın qəbul eləməsinə ümid başdır, öndür. Qorxu idarədir. Nəfs isə onların arasında gedən bir şeydir.
Yəni, onların arasında oynayır. Nə zaman ki, başçı diqqətsizlik edərsə, gedər, yəni başçı nədir? Ümid. Ümidi üzərsə, qaçar qorxuya. Belə olan vaxtda onun mülayimliyə ehtiyacı var. Hətta ona işlər asar görsənənə qədər. Ona görə günahkar gəlirsən yana, falan günah eləmişəm, falan. Demə, Allah beləsən, Allahın rəhmətinə rəğbətləndir. Çünki artıq onun vəziyyəti yaxşı deyil. Sən ona rəğbətləndirin, Allah təala sənə rəhm edir. Allah elə insanları bağışlayıb ki, sən hələ o nədir ki, sənin günahın onun yanında. Belə getdim, ağaçın neyləmişsən, ağaçın. Ya onsuz da elə, yəni onsuz da yaralıdır o. Onu bir də yaralamaq, onu bir də vurmaq, onu bir də üstələmək artıq onu məhv eləmək və şeytanın toruna atmaqdır. Amma onu oradan çıxartmaq, inşallah istiğfar eləyərsən. Bax, sahabələrdən belə olub, bax, tabeinlərdən də olub, bax belə, bax, təskinlik. Vallahi gəlib deyən olub ki, sual verən olub ki, Ramazanda zina eləmişəm. Və dedi, meşədə dedi, gedib özümü asacam. Mən onunla biraz danışdım. Yəni, bəzi məsələlər danışdım onunla. Sonra zəng elədim, mənə təşəkkür edir ki, Allah səndən razı olsun, gedib özümü öldürəcəkdim. Yəni, gedirdim, özümü öldürmək, sadəcə gəldim səninlə də danışım, axırıncı. Allah, yəni ona düşədim ki, sən neyləmişsən, sən dəlisən, belə. Yəni, işte, olur belə şeylər, insan. Gördü ki, yox, ona ehtiyacı vardı. Onun ona ehtiyacı vardı. Ona görə, yəni, insanlara Allahın rəhmətinə çəkmək lazımdır, nəinki əzabına. Ona görə, qardaşlar, təbii ki, bu mövzu uzundur və burada nəqillər çoxdur, lakin eyb etməz bu qədər. Allah təala xeyirli etsin, eşidənlər üçün. Varsa mövzu ilə bağlı və ya mövzudan kənara eyb etməz bir şey deyərik, sual verərsiniz. Və sallallahu aleyhi və Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira.